Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur olub. Media nümayəndələri müəssisədə əsas kateqoriyalardan olan şəxslərin yaradıcılıq imkanlarını genişləndirmək üçün yaradılan şəraitlə tanış olublar. Mərkəzin direktoru Elnarə Ənsari bildirib ki, 2021-ci ildə açılışı olan mərkəzdə bu vaxtadək 9 nəfərdən çox vətəndaş xidmətlərdən yararlanıb. Mərkəzdə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, az təminatlı ailələrin üzvləri, əlilliyi olan şəxslərə təlimlərlə yanaşı sosial, pedaqoji inkişaf və psixoloji dəstək xidmətləri göstərilir. Hazırda mərkəzdə onun İsmayıllı Dost Evi filialında və Qarabağ Dost Evi şöbəsində 5 həssas kateqoriyadan 281 nəfər 14 yaradıcılıq istiqaməti üzrə bacarıqlarını inkişaf etdirir. Bildirilib ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi bu il Yaponiyada keçirilən Osaka Kansai Expo 2025 Ümumdünya sərgisində uğurla təmsil olunub. Ən böyük nailiyyətimiz indi bu pilot layihəsi kimi əslində indi nəzərdə tutulub. Bizim portal satışımız artıq hazırlanıb və gələn il artıq bayramlardan sonra, yeni il bayramlardan sonra biz bu istifadə verəcəyik bu satış portalı. Onun əsas məqsədi odur ki, həssas kateqoriyadan olan insanların burada mərkəzdə təlim keçən benefisiarlarımızın onların əl işlərini biz həmən satış portalı üzrə onların satışını həyata keçirdəcəyik.